məktəbi elə bir ki, uçub da belə deyil, zəlzələ vaxtı uçub və məktəbin uçan vaxtı uçqunun altında qalır da, düzdür? Məktəbin daşları belə deyək də tökülüb, tikinti darmadağın olub, o tikintinin altından deməli Turqut, Həşimli Turqut, bir də Mirzəyev İdrak onu o vəziyyətdən çıxarıb gətirirlər. Baxalım indi uşaqlar. Rəsul, amma sətində ağrı olmalıdır. Sətində ağrı olmalıdır, ağrı. Üstündə ağrı olmalı. Danışmayın. Cilvən olmaz. Yaxşı. Deməli uşaqlar, Bağırov Rəsul başından yaralanıb və siz görürsünüz ki, deməli sinir hissəsi, paltarın üstü qandır, sonra başı yaralanıb, qan buradan axır, paltarı cırılır, söküntülər altında, tikintinin altında qalan, uçqunun altında qalan şagird necə ola bilər uşaqlar? Bu formada ola bilər. Şalvarı nə olacaq? Artıq cırılmış vəziyyət olacaq, köynəyi, koftası cırılmış vəziyyət olacaq və başından qan axır. Zəhra bu dəfə eləsin, sən bu dəfə elədin, birinci dəfə elədin. Zəhra tez təcili tibbi yardımdan çatır, kömək edir ona. Buyur. Rəsul, sən ağrıyırsan da, elə bir ki, emosiyalarını göstər. Ağrıların çoxdur və tibb bacıları sənə kömək edirlər. Uşaqlar, xilas edicilərimiz də idrakla Turqutdur. O da baxın, baxdır, hisdir, kömürdür. Görün nə vəziyyətdədir, baxırsınız, görürsünüz. Üst başı, baxın, əyinləri köhnə, nimdaş formada. Yəni onu, Rəsulu, o dağıntıların altından güclə çıxarıblar. Aydın oldu? Hə. İndi Zəhra onu bağlayacaq. Nə yaxşı ki, uşaqlar, tibb bacılarımız var. Əgər tibb bacılarımız olmasaydı, ilkin tibbi yardım olmasaydı, Rəsulla Aysunun vəziyyəti çox ağır olacaqdı, düzdür? Və bəli, həqiqi tibbi yardım edirlər və görürsünüz, canlı formada edirlər. Əgər o tibbi yardım olmasaydı, bu uşaqlar dünyalarını dəyişə bilərdilər, düzdür? Nə yaxşı ki, məsələn, Rəsulun vəziyyəti lap ağırdır da, Aysunla müqayisədə. Aysunda bir qol qırılıb, amma Rəsulda isə baş yaralanıb. Nə etməlidir? Təcili yardım edilməlidir, bəli. Yaxşı. Gördünüz uşaqlar? Gördünüz. Yaxşı. İndi Aysun gəl bura.